ki, ay belə romantika belə oldu, ay belə gül səpildi və belə yox. Aha, bunları görməmisən. O işlər yoxdur yəni bizdə. Yenə də olmayıb. Aha. Amma hörmət O mütləqdir, artıq o olmalıdır. o olmazsa Aha, olmaz. gül işinə Rüfət baxır. Yəni ki, gül işinə doğrudan. Əziz dostlar, necəsiz, nə tərsiz, nə var, nə yox. Bayaqdan podruqam məni öldürür burada, inanırsınız? Yox, mənə maraqlıdır ki, bu dünyada sənin gördüyün gülləri hansı müğənni və yaxud da hansı xanım görür? Mənə deyir ki, efirdə Vüsalə bayaq mənə sual verib. Mən də deyirəm ki, vallahi mənə deyir ki, romantik adamsan, yoldaşın romantikdir. Mən dedim yox. Öz-özümə gəldim evdə dedim ki, ay Allah, mən niyə belə ədalətsiz cavab verdim? Gör mən nə qədər ədalətli, vicdanlı insanam ki, hal-hazırda narahat olub. İkimiz də vicdan əzabı Bu videonu çəkirəm ki, ay Allah, sənə qurban olum. Bəs mən desən Sən səhər verilişlərinə getmə. Ümumiyyətlə, Səhər verilişlərinə ümumiyyətlə getmə. çalışın Yuxulu məni olursan. səhər verilişlərinə çağırmayın. Yuxulu olursan. Səhər verilişlərində mənim başım düzəməlli. Deyəsən ayıq olmur. Yox, yuxulu olursan, elə bir yuxuvu Yox, qarışdırırsan. əslində demək istədiyimi belə nəsə kəskin demişəm. Belə Eybiyotindir gül almayıb əvəzinə. Eybiyotindir gül almayıb əvəzinə başqa hədiyyə alıb da. Adam bəs bir gülə görə deyər ki, mən gül almayıb. Almayıb da. İndi Fəxrəddin o videonu görsə var, deyəcək o keçən həftəki burnundan gəlsin. Bəs indi mən neyniyim? Bax, mən indi tamaşaçılarla dərdləşirəm. Mənə bir yol göstərin də. Mən neyniyim? Sənin Sizə yolun qurban odur olum. ki, səhər verilişinə Mən neyniyim? Deyin də mənə. Rüfətin də, nə deyim Rüfətə, danışmır. Dayanır, baxır onun əvəzinə də mən danışıram. O da şoka düşüb. Rüfət sənə nə qədər gül verib, onu da orada vurğulamamışsa, o da şoka düşüb. Yox, dostlarım mənə hamısı mesaj yazıb ki, başa düşmədik. Biz sən nə vaxt hədiyyəsiz, nə vaxt səni gülsüz, nə vaxt sənə qarşı bir diqqətsizlik eləmişik. Hamını bada verimsən. Hamını bada verimsən. Allahım. Yəni, heyf, çox heyf. Hamını bada vermişəm. Hamını Məni bada çalışın çox danışdırmayın. Mən niyə elə demişəm, heç özüm də bilmirəm. Sənə bir dənə çürük gül alıb vermək lazımdır ki, gedib gəlib onu görsətmək Yox da lazım. bax nə bilim, mən deyir öz-özümə bu videonu çəkməsəm elə bilirdim ki, boynumda bir ağır bir yük var. Qorxundan çəkdin, Yox işdən Quran gələcək, haqqı. simenden Allah gələcək. hamd olsun, yox. Yox. Sənə qurban olaram. Sən kərdən qorxursan, ölürəm də sənsin. Ölürəm də sənsin. Yox, Allah hamd olsun, qorxmuram. kərdən Hər hələ görməyib onu. Prosta öz-özümə fikirləşdim ki, cəmaət deyəcək ki, buna diqqət yəqin göstərmirlər. Yəqin gül almırlar. Yəqin hədiyyə almırlar da bu adama. Kəşf elədim səni bugün. Mən elə bilirdim. Az mən həmişə elə olmuşam. Yox, mən elə dəlisən. bilirdim ki, sən həmişə itirən adamsan. Buran- Mən başa düşdüm ki, sən vicdan əzabı çəkirsən. Allah haqqı həmişə eləyəm mən. Yaxşı. Özünü belə yaxşı apardığına görə sənə bir dənə xoruz verəcəm, yeyərsən. Yenə mən deyə biləm duxu deyirik. Yox, məndə duxu, mən də o işlərə baxmıram, quzu. Məndə ancaq qida işləri. Başım nəysə də, bax belə də. Yəni daha özünüz bildiniz də nətərdir məsələ.